İşdə kimləri ixtisara salmaq olmaz? Maliyyə büdcəsi aşağı düşdüyü zaman işə götürənlər məcburdur ki, ixtisara getsinlər. Bu zaman ümumiyyətlə ixtisar olunmayan işçilər kateqoriyası var və ya işdə üstünlüyü var ki, bəzi kateqoriya şəxslərin ki, işdə qalma üstünlüyü var. Ümumiyyətlə, kimləri ixtisar etmək olmaz? Hamilə qadınları, himayəsində 3 yaşına qədər olan, uşaqları olan qadınları, 3 yaşına qədər uşaqları tək başına böyüdən kişi işçiləri, himayəsində əmək qabiliyyətini 80 və 100% itirmiş 50'liyi olan şəxsləri ümumiyyətlə ixtisara salmaq olmaz. Bəzi kateqoriya işçilər var ki, onların da işdə qalma üstünlüyü var. Bunlar kimlərdir? Müharibə iştirakçıları, əskərlərin və zabitlərin həyat yoldaşları, yəni arvadı və ya əri, məcburi köçkünlər, qaçqınlar və onların statusuna bərabər tutulan şəxslər də işdə qalma üstünlüyünə malik olan şəxslər də həmçinin həmən iş yerində istehsalat qəzası keçirdən və ya xəsarət alan şəxslərin də həmin iş yerində ixtisar zamanı qalma üstünlükləri var.